Heç mən sosial şəbəkələrdə böyük rezonans doğurdu bu qətl hadisəsi. Mərakeş vətəndaşın Targov deyilən ərazidə 2 nəfər tərəfindən qətlə yetirildi. Bu təqsirləndirilən şəxslərdən birinin də vəkili sizsiniz. İstərdim ki, bu məhkəmənin təfərrüatları barədə, cinayət işinin detalları barədə, yəni istintaq sirlərinə toxunmadan bir balaca bizə məlumat verəsiniz. Əlbəttə Orxan, xoş oldu sizi görmək. Bəli, sosial şəbəkələrdə həmin o cinayət hadisəsi kifayət qədər rezonans doğuran bir hadisə formasında yayılıbdır. 2 nəfər təqsirləndirilir həmin hadisənin törədilməsində. Onlardan birinin vəkili, müdafiəçisi mənəm. Yəni Rəsulzadə Nihatın. Hadisə barəsində qısaca onu deyə bilərəm ki, 2025-ci ilin noyabr ayının 27-sində səhərə doğru, yəni 4-5 radələrində Targov dediyimiz yerdə, yəni Nizami küçəsinə daha yaxın Sabir parkının yanında, yaxınlığında Mərakeş vətəndaşı Tiflavoy İmadın qətlə yetirilməsi barəsində müvafiq hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hadisə gecəsi, yəni 2025-ci ilin noyabr ayının 27-sində 2 və ya 3 qrupdan ibarət olan yeniyetmə uşaqlar Targov adlandırdığımız ərazidə gecə saatlarında istirahət edirdilər. Biri velosiped sürür, biri kənarda durub söhbət eləyir. Gənclər də yığışıblar ora. Orada qarşıdan 2 nəfər ərəb vətəndaşı, yəni daha doğrusu Mərakeş krallığının vətəndaşları bunlara tərəf gələn zaman hadisə iştirakçılarından biri onlardan siqaret istəyib. Yəni əsasən hadisə bunun üzərində baş veribdi. Və ittihamda da qeyd olunduğu kimi və məhkəmə iclasında Hüseyn Məmmədovun ifadəsində bildirdiyi kimi, həmin şəxslər özlərini mafiya, yəni we are mafia, biz mafiyaya kimi təqdim ediblər və artıq mübahisə də oradan yaranıbdır. Amma mübahisənin detalları, konkret olaraq söz-bəsöz kim kimə qarşı hansı ifadəni işlədib, hansı formada mübahisə böyüyüb pusaqlaşma həddinə qədər çatıbdır, bunu məhkəmə istintaqın sonraki gedişlərində daha təfərrüatlı şəkildə bildirə bilərəm. 2025-ci ildən üzr istəyirəm, noyabr ayının 27-sindən bu yaxınlara qədər, keçən aya qədər istintaq davam elədi. İstintaq bir neçə dəfə uzadıldı, çox gərgin keçdi istintaq. Biz mövqeyimiz ondan ibarət idi ki, Nihat Rəsulzadənin bu hadisənin törədilməsində ümumiyyətlə hər hansı bir əlaqəsi yoxdur. Müdafiə tərəfi olaraq bizim mövqeyimiz buydu. Çünki 2 nəfər oldular hadisə yerində və bir çox ziddiyyətlər var idi həmin o istintaqda, ibtidai istintaqda. Amma təbii ki, hüquqi müstəvidən çıxış eləsəm, məhkəmə baxışı hələ indi başlayıb. Oktyabr ayının əvvəllərində ikinci məhkəmə prosesi olacaqdır. Məhkəmədə Hüseyn Məmmədov, yəni digər təqsirləndirilən şəxs, tam səmimi şəkildə etiraf elədi ki, həmin ərəbin qətlə yetirilməsi onun tərəfindən baş veribdir. Bıçaq onun üzərində olubdur. Həmin bıçaqla Mərakeş vətəndaşının döş nahiyəsinə, ürək nahiyəsinə və onun arxasıca qaçaraq onun bel nahiyəsinə ikinci zərbəni vurmaqla onun həyatına son qoymuşdur. Hüseyn Məmmədov üzərində bıçaq gəzirdiyini etiraf elədi. Həmin bıçaqla hansı hərəkətləri yetirməsi nəticəsində həmin şəxsi necə öldürdüyünü etiraf elədi məhkəmədə. Və bu işdə Hüseyn Rəsulzadənin ümumiyyətlə hər hansı bir əlaqəsinin olmadığını bildirdi. Lakin vaxt məhdud olduğuna görə Nihat Rəsulzadə məhkəmədə ifadə verə bilmədi, vaxt çatışmadı. Növbəti prosesdə kifayət qədər maraqlı vəsatətlərimiz, arqumentlərimiz olacaq. Məhkəməyə təqdim eləmək istədiyimiz sübutlarımız da var. Nihat Rəsulzadənin günahsızlığını təsdiq edən sübutlar. Tərəflər arasında barışıq varmı? Tərəflər arasında hal-hazırda heç bir barışıq yoxdur. Çünki ölən vətəndaş xarici vətəndaşdır. Ona Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfindən hüquqi varis təyin olunubdur və eyni zamanda da Mərakeş Krallığının Azərbaycanda olan təmsilçiləri də məhkəmədə iştirak edir. Amma barışıq yoxdur hazırda. Heç mən istərdim ki, bu məsələdə toxunaq. Ümumiyyətlə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin hansı maddələrlə ittiham irəli sürülüb? Orxan, təqsirləndirilən şəxslərə irəli sürülən ittiham Cinayət Məcəlləsinin 120.1, 120.2.2 və 221.1.3-cü maddələri ilə əhatə edir. Bu maddələrin Cinayət Məcəlləsində ümumi sanksiyası 14 ildən 20 ilə qədər və yaxud da ömürlük azadlıqdan məhrum etməni özündə ehtiva edir.